Eyni atlasın iki müxtəlif səhifəsində Avrasiya, Afrika materiklərinin xəritələri təsvir olunmuşdur. Eyni atlasdır. Müxtəlif səhifələrdə bir Avrasiya, bir də Afrika materikləri. Buna əsasən xəritələrin yerləşdikləri səhifələri tamamilə əhatə etdiyini nəzərə alaraq aşağıdakı fikirlər hansılarının doğru olduğu müəyyəndir. Eyni atlasdırsa, deməli bunların ölçüləri, kağızları eynidir. Məsələn, bir səhifə başqa ölçüdə, bir səhifə başqa ölçüdə ola bilmir atlaslarda və ona görə bunların xəritədəki sahələri eyni kağızdır, eyni ölçüdür. Bu eyni ölçüdürsə, deməli, fikirlərə baxaq. Aşağıdakı fikirlər hansılarının doğru olduğu müəyyən. Avrasiya xəritəsi miqyası daha böyükdür. Avrasiyanın sahəsi Afrikanın sahəsindən daha böyükdür. Bu daha böyükdürsə və deyir ki, Avrasiya miqyası daha böyükdür. Avrasiya xəritəsi miqyası daha kiçik olar. Sahə böyükdürsə, bunun sahə böyükdürsə digərinə, miqyas kiçik olacaq. Kəmiyyət böyük, miqyas kiçik. Afrikaya nəzərən. Ona görə bir səhvdir. Birlər getdi. Qaldı 2, 4, 2, 3. Afrika xəritəsi miqyası daha böyükdür. Doğru, nisbətən. Buna nisbətən. Avrasiya xəritəsinin generalizasiyası daha azdır. Kəmiyyət böyükdürsə, generalizasiya çox olur. Generalizasiya çox olur. Yəni, kəmiyyət böyüyəndə generalizasiya çox olur. Avrasiya generalizasiya az deyil, çoxdur. Afrika generalizasiya daha azdır, nisbətən 2, 4. Miqyası eynidir, ola bilməz. Cavab 2, 4, B variantı. Aşağıda diaqramda eyni ərazinin, sualı oxuyanda mütləq onu anlamağa çalışaq. Sualı anlasaq, sualın 50%-dən çoxunu cavab vermə şansımız daha çoxdur. Aşağıda diaqramda eyni ərazinin fərqli miqyası. Ərazi eynidir, amma miqyas fərqlidir. Ərazi eyni, miqyas fərqli xəritələrin divarda tutduğu sahələr verilmişdir. Yəni, hamısının ərazisi 1-dir. Ərazi eyni, miqyas fərqli. Miqyas fərqli. Deyir, tərtib olunmuş xəritələrin divarda tutduğu sahələr verilmiş. Buna əsasən hansı fikrin doğru olduğunu müəyyəndir. Deməli, birinci xəritə miqyası üçüncü xəritə miqyasından daha böyükdür. Birinci xəritənin divarda tutduğu sahə 4 kvadrat metrdirsə, amma üçüncü xəritənin tutduğu sahə 6 kvadrat metrdir. Deməli, birinci xəritə 4 kvadrat metrdir. Üçüncü də 6 kvadrat metrdir. Yəni, tutduğu sahə, əgər ərazi eynidirsə və ikisinin də sahəsi eynidirsə və divarda tutduğu sahə çox olanın miqyası kiçik olur. Böyük olur. Miqyas böyük olur. Bir daha deyirəm. Ərazi eyni, miqyaslar fərqli olan, divarda tutduğu sahə böyük olan, miqyas da böyük olur. Birinci xəritə, üçüncü xəritə miqyası böyükdür. Yox, kiçikdir. Sahə böyüksə, miqyas da böyükdür. İkinci xəritə generalizasiya daha böyükdür. Divarda tutduğu sahə hamısından böyükdür. 8-dir. 8 olduğu üçün miqyas daha böyükdür. Sahə artdıqca miqyas artır. Miqyas artdıqca, miqyas böyüdükcə generalizasiya azalır. Miqyas böyüdükcə kəmiyyət böyüyür, miqyas kiçilir. Kəmiyyət kiçilir, miqyas böyüyür. Burada da deməli generalizasiya daha azdır.
Miqyasın ən kiçik olan xəritə ikincidir. İkinciyə baxsaq. Yox, əksinə daha böyükdür, çünki sahə böyükdür. Üçüncü xəritə genizasiya 6 kvadrat. İkinci xəritə miqyası daha kiçikdir. Üçüncü xəritədə genizasiya 6. İkinci xəritədən miqyası daha kiçikdir, daha azdır. Bəli, çünki üçüncü xəritədə 6-dır. İkinci xəritədə deməli 4-dür. Ona görə deməli üçüncü xəritənin miqyası daha böyükdür, ikinci xəritənin miqyası daha kiçikdir. Ona görə genizasiyada miqyas böyüdükcə genizasiya azalır, miqyas kiçildikcə genizasiya artır. Daha kiçikdir, doğru. Dördüncü xəritə ərazinin kiçilmə dərəcəsi birinci xəritədən daha böyükdür. Dördüncü xəritədə 2-dir, birinci xəritədə 4-dür. Kiçilmə dərəcəsi dördüncü xəritədə əgər 2-dirsə, necə ola bilər ki, onun kiçilmə dərəcəsi birinci xəritədən böyük olar? Çünki birinci xəritə 4-dür. Əksinə olsa doğru olardı. Cavab D variantı. Xəritənin miqyasının 1 × 30 milyon 3 milyon paletkanın xəritənin miqyası yazaq. Miqyas bərabər 1 × 3 milyon. İndi bunu 100 minə kilometrə çevirək. 1 kilometr 100 min santimetrdir. 3, 5, 3, 5. 1 santimetrdə 30 kilometr. Hər damasının paletkanı 0,25. Burada biz miqyas verilibsə və deyək ki, nəzərə alaraq işləmin həqiqi sahəni tapın. Sahə düsturunu yazaq. 1 santimetrdə miqyas kvadratı xəritədəki xəritə sahə həqiqi sahə. Miqyas verilib. Biz həqiqi sahəni axtarırıq. Xəritədə sahəni nə ilə taparaq? Paletka ilə tapaq. Paletkanı sayaq ki, neçədən? Paletka düsturun. 1 paletka 0,25 x paletka xəritədə sahə. Yəni sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24 tane. Yerine qoyaq yazaq. 1 paletka 0-dan 25, 24 paletka xəritə sahə. Bundan tənasüb qururuq. Xəritədəki sahə bərabərdir 24 vurulsun 0,25. Xəritə sahədə bərabərdir 4 kvadrat santimetr. Tapdıq. İndi gətirək burada yuxarıdakı düsturunu yerinə qoyaq, yazaq. 4 kvadrat santimetr. Deməli 1 santimetr miqyasın, yəni birbaşa yazaq. Miqyasımız nədir? 30. 30 kilometrin kvadratı. Xəritə sahə 4 kvadrat santimetr. 300 mindir, 3 milyon yazmışam. Burada bax 3 kilometrdir. Texnika səhv, üzrlü sahəm. 0 artı yazmışam. 3 kilometr. 30 yox. 3 kilometrin kvadratı. Həqiqi sahə. Buradan həqiqi sahə bərabərdir. 3-ün kvadratı 9 vurulsun 4. Həqiqi sahə də bərabərdir 36 kvadrat kilometr. Bir də indi biz burada texniki səhv harda eləmişik? Miqyas 3, 0,1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24 paletka. 24, 6'dır. 6'dır. Üzrlü sahə. 6 kvadrat santimetr. 6 kvadrat santimetr. 6 tane də 9'un 54. Hardan 6 oldu? Bu bayaqki düsturdan 1 paletka 0,25 20
24 paletka xəttə sahə. Burada biz 0,25 24-ə vuran da 4 yazmışam. 6. Cavab Y variantı. E ilə Venn diaqramı əsasına uyğunluğu müəyyən edin. Qrinviç 180 dərəcəli meridian. Deməli, Qrinviç meridianı bu 0 dərəcədir. Qrinviç bir də 180 dərəcə meridian. Başlanğıc meridianı. Bu 1. 1 aid. Başlanğıc meridianı. Başlanğıc meridianı deməli 1 olmayanlar, 1-ə 1 olmayanlar getdi. Sonra beynəlxalq tarixin dəyişmə sənədidir. Bu 2 aid. Sonra Avras Antarktik materikləri kəsişir. Həm Qrinviç, həm 180. Həm Qrinviç, həm 180 kəsişir. 3-ə 3. Sonra Şimal Buz Sakit okeanlarla kəsişir. Qrinviç Sakit okeandan kəsişmir. Amma 180 dərəcə kəsişir. 2-yə 4. Deməli 2-yə 2, 4, 3-ə 1 dərəcə bölsün uzunluğu 5. Bəli, hər ikisi eynidir. 3, 5. Y variantı. Xəritə sxemləri təsvir üsuluna əsasən 3 sahədə inkişaf edən sənaye sahələrini müəyyən edin. Bu kartodiaqram üsuludur və təsvir üsuludur. Kartodiaqram təsvir üsuludur. Dairəvi diaqramdan verilib informasiya bizə və biz baxsaq hər 3 sahədə, hər 3 şəhərdə Xaçmaz, Şabran, Siyəzən. Deməli, bu sarı rəng yeyinti sənayesi. Hər üçündə var. Yeyinti sənayesi. Bu. Sonra digər variantlar getdi. Sonra yüngül. Yüngül. Və hər üçündə var. Qusar, Quba, Şabran. Yüngül. Hər üçündə var. Sonra qaldı bu. Meyvə tərəvəz. Xaçmaz, Quba, Qusar. Hər üçündə var. Meyvə tərəvəz. D variantı. Xəritə sxemi təsvir üsuluna ən çox sənaye sahəsinin inkişaf etdiyi şəhər, ən çox sənaye sahəsi bizdə deyil. Bu kartodiaqram üsuludur. Diaqram vasitəsilə informasiya verilib bizə. Dairəvi diaqram. Və deyir ki, ən çox sənaye sahəsi. Rənglərə baxırıq, şəhərlərə baxırıq. Ən çox Qubadadır. Məsələn, elektronika, yeyinti, yüngül, bir də meyvə tərəvəz. Quba sənayesi. A variantı. Adı Quba şəhəri.